Salam dostlar, hər vaxtınız xeyir olsun. Mən Nəsir Hüseyin, Cəllabad. Dostlar, son vaxtlar Aztelekomla bağlı vətəndaşların bir çox şikayəti ilə bağlı ki 15 manata müqavilə bağlanıb sonradan qaldırıb 25 manata elədiyi üçün çox adam imtina elədi. Aztelekom son günlər təzə bir bicdiyin tapıb bunu. Cəmaatı, xalqı soymaq üçün, milləti soymaq üçün nələrə əl atıb. 15 manatla alladırlar, müqavilə bağlayırlar. 3 gündən sonra, 5 gündən sonra, 15 gündən sonra öz qiyməti qaldırırlar, deyirlər ki, yuxarıdandır. Buna heç kim qarışa bilməz. Ulan bəsməkən. Mən də ki, indi Aztelekomla danışdım. Dedilər ki, bu qərardır, bu Nazirlər Kabinetinin qərarıdır. Bu belə olmalıdır, belə də olub. Mən isə öz etirazımı təbii ki bildirdim bir vətəndaş olaraq. Mən 3 ay bundan qabağa, 4 ay bundan qabağa müqavilə bağlamışam. 15 manatdan Aztelekomun Wi-Fi-dən istifadə etmək üçün. Yəni çox təəssüflər olsun ki, artıq mənə SMS gəlib ki, gələn ayın 7-sindən, yəni fevral ayının 7-sindən artıq 25 manat ödəyəcəksiniz. Mən ödəməyəcəm. Məni doğram deləsələr mən ödəməyəcəm. Məhkəməyə vermişsiniz, məni verin Avropa məhkəməsinə. Ödəsəm onda məndən axmaq adam yoxdur. Ödəməyəcəm. Bu nə deməkdir? Bu nə soyğunçuluqdur? Bu nə ədalətsizlikdir? Mən başa düşəmirəm. Axşam yatıb səhər bir qərar verirlər. Səhər yatıb axşam bir qərar verirlər. Bu nə demir? Bizi öldürmək istəyirlər. Nə eləmək istəyirlər? Bunların fikri məqsədi nədir? Məni Cəllabad rayonunda yerləşən Aztelekomun sədri Xəzər müəllim də vaxtında doğru dürüst maarifləndirmədiyi üçün bundan da mənim narazılığım var. Gərək ən azından vətəndaşı maarifləndirdi ki, qardaş, yəni buna etibar yoxdur ya. 5 gündən sonra qalxa bilər ya və ya filan ola bilər, bəsməkan ola bilər. Ən azından maarifləndirməli idi. Çox təəssüflər olsun ki, bu da maarifləndirməyib. Bu da bu bicdiyin bir üzvü olub. Bu da bunlarla bir qol olduğu üçün, yəni müdürü olduğu üçün bunların tərəfini saxlayıb və mənə deməyib. Yəni çox təəssüflər olsun ki, mən bu məsələni paylaşacağım. Xahiş edərdim ki, cənab nazirdən, cənab prezidentdən bu işə baxılsın, bu nəzarət olunsun, bu az təminatlı ailələr, bu kasıb-küsubları nəzərə alsınlar. Mən niyə verməliyəm 15 manat müqavilə bağlamışam? Müqavilə tamam olmadan niyə 25 manata qaldırıblar? Gəldim imtina eləmədilər. Hörmətli nazirimiz, hörmətli Aztelekomun sədri, naziri, kimlər varsa mən bilmirəm. Xahiş edərdim ki, bu mənim şikayətimi qəbul eləsinlər. Olmaz belə şey. Olmaz. Madəm ki bunlar axşam yatıb sabahsı günü qərarı ləğv edirlərsə, mən də bir vətəndaş olaraq müqaviləmi ləğv edirəm və salam. Sadəcə olaraq budur. Onda deyirlər ki, cərimə olunacaqsan, cərimə tətbiq olunmalıdır. Xeyr. Mən müqaviləm tamamlanmadan mənə SMS gəlib 25 manat. Mən də bunu ödəməyəcəm. Və salam, bir vətəndaş olaraq deyirəm də, sözüm də verirəm, dalında dururam. Oldu, çox sağ olun.